Salam əziz dostlar, necəsiniz? Bugün sizə Dubaya getdiyimiz maraqlı səyahətdən danışacağam. Aeroporta çatanda əvvəlcə isti bir çay içdik. Təyyarədə bir neçə tanınmış insan da var idi. Azərbaycan hava yollarında yeməklər həmişə təzə və çox dadlı olur. Mən isə ilk dəfə təyyarəyə minirdim və bu hissi sözlə ifadə etmək çətindir. Ladies and gentlemen, welcome to Dubai. Və nəhayət Dubaya gəlib çatdıq. Əvvəlcə taksiyə minib otelə getdik. Uzaq yoldan sonra biraz dincəlmək çox yaxşı oldu. Daha sonra şəhər gəzməyə çıxdıq. Dubay çox müasir və gözəl şəhərdir. Burada nə axtarsan tapa bilərsən. Biz botanika bağında da olduq. Bura çox gözəldir. Hər tərəf gül çiçək, hər yerdə xoş qoxu var idi. Sonra metro ilə şəhərin ən gözəl yerindən keçdik. Atam Dubay haqqında bizə maraqlı məlumatlar danışdı. Nəhayət Dubay mola gəlib çatdıq. Metrodan mola qədər olan məsafə biraz uzaq idi. Amma mənzərə çox möhtəşəm görünürdü. Orada elə böyük bir akvarium var idi ki, sanki okeanın dibindəsən. Mən burada bir çox balıqları canlı görə bildim. Daha sonra məşhur Bürc Xəlifənin ətrafında gəzdik və mağazalara baxdıq. Burada turistlər çox idi. Hər kəs bizim kimi şəkil çəkdirir, ətrafın gözəlliyini seyr edirdi. Şef Burak bəyin restoranında da olduq. Dondurma alıb yolumuza davam etdik. Dubayın gecə görüntüsü isə tamam başqa bir aləmdir. Yolların, işıqların və binaların möhtəşəm görüntüsü insanı valeh edir. Atəşfəşanlıq və səmada təşkil olunan şouları da izlədik. Bir sözlə hər şey çox xoşuma gəldi. Səhraya da getdik. Atamın dostu bizə maraqlı bir səhra turu təşkil etmişdi. Orada dəvənin belində xeyli gəzdik. İlk dəfə idi ki, dəvəyə minirdim. Sonra maşınla qum təpələrinin üzərində sürdük. Bu həqiqətən çox maraqlı idi. Qum üzərində sürüşmək də maraqlı idi. Şahin quşundan isə qorxmadım. Onunla şəkil də çəkdirdik.
da möhtəşəm səyahətimizin sonu. Dubai mənim çox xoşuma gəldi. Burada çox maraqlı xatirələr və yeni məlumatlar topladım. İnşallah yenidən görüşərik. Hələlik Dubai. Sağ olun əziz dostlar. Yeni videolarda görüşənədək videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.